Salam dəyərli Qərbi Azərbaycan kanalının izləyiciləri, hər birinizi xoş gördük. Qərib Qərbi Azərbaycanlılar proqramının növbəti buraxılışına baxırsınız. Aparıcınız mənəm, Kamal Hüseynli. Bugünkü qonağımız isə əslən Qərbi Azərbaycandan, Hamamlı rayonunun Qursalı kəndindən olan, hazırda Almaniyada, Berlin şəhərində yaşayan Nəzirə Ramazanovadır. Nəzirə xanım, xoş gördük sizi. Əvvəla gəlin elə sizin Qərbi Azərbaycan kökünüz haqqında danışaq. Qursalı kəndi, Hamamlı rayonu, uşaqlıq xatirələrinizdən bəhs edək biraz. Çox sağ olun. Sizin də bu təşəbbüsü elədiyiniz üçün, belə bir televiziya verilişi yaratdığınız üçün çox təşəkkür edirəm. Çünki məncə bir 20 ildən sonra o insanlar ki, Qursalı kəndindən ya Ermənistana, Qərbi Azərbaycan deyək, oradan çıxıblar. O insanlar öldükdən sonra bu xatirələr hamısı gedəcəkdir. Çox gözəl təşəbbüs yaratmısınız. Xatirələr təbii ki, mənim uşaqlığım 18 yaşına qədər orada böyümüşəm. İnstituta gələnə qədər xatirələrim çoxdur. Uşaqlıq xatirələrini məncə hər kəs, hər zaman özündən daşıyır. Onu unutmaq mümkün deyil. Çünki bizim məncə ən xoşbəxt dövrümüz elə uşaqlıq dövrümüzdür. Nə qədər çətin olsa da o zamanlar, uşaq olduğumuz zaman daha çox xoşbəxt olurduq. Böyüdükcə başqa problemlər yaranır təbii. İnsan daha başqa cür düşünür həm də. Bəzi məsələlərə münasibətimiz də dəyişir. Kənd haqqında təbii ki, hər şey yadımdadır. Yəqin ki, məndən qabaq çox intervyular almışsınız və bu intervyulərdə də hər kəs sizə anladım nə qədər gözəl idi dağların döşündə, yaşıl, çox təmiz havası, hər şey çox gözəl idi. O barədə danışmaq istəmirəm. Novruz qabağı biz İlaxır Çərşənbə deyirdik. Axır Çərşənbəni çox, uşaq olduğumuz zaman çox sevərdim. Hər zaman orada bir neçə gün əvvəldən hazırlıq başlayardı. Biz od yandırmalıydıq. Onu elə bil dəmir simlər var idi. Onunla odunu, nefti birləşdirirdik. Hər kəs o gecə uşaqlar hamımız çıxırdıq məhəllədə. O alov-plov deyirdik. Onu yandırardıq, ya odun üstündən tullanardıq. Çox gözəl adətlərimiz var idi o gecə. Məktəb illərimiz çox gözəl idi. Məktəbimiz də, yəqin danışanlar olub, çox yaxşı məktəbimiz var idi. Yadımdadır, səhərlər bəzi, elə bir 6-cı sinifə qədər səhərlər saat 8-də məktəbdə olurduq, 9-un yarısında hamımız həyətə çıxıb sinif düzəlirdik və idman eləməliydik. Nəzirə xanım, sizin məktəbinizdə və ya kəndinizdə erməni yoldaşlarınız olubmu? Münasibətiniz necə olub onlarla? Yox, bizim məktəbdə ümumiyyətlə bizim kənddə erməni olmayıb. Müəllimimiz var idi, Elbakyan var idi, mənim müəllimim o olmuşdu. Erməni dili dərsi keçirdi. 3-cü sinifdən 8-ci sinifə qədər erməni dili dərsi keçirdik. Amma çox tanışlarımız var idi. Təbii kəndimizdə yaşamasalar da çox bayramlarda, məsələn 23-də bizi elə bil Novruz bayramını martın 23-ü edərdik, 21-i deyil. Bilmirəm nə ilə əlaqədar idi. Elə o zaman necə deyim, bəlkə də evimizin qabağında martın 23-də bir 10 dənə maşın var idi. Ermənilər gələrdi Spitakdan, Kiravakandan gələrdilər bizim evimizə və ayın 31-də də, dekabrın 31-də də onların yeni ilində biz gedərdik onlara qonaq. O gün hazırlaşardıq, bilirdik ki, qonaq gedəcəyik, Spitaka gedərdik, tanışlarımız var idi. Münasibətləri təbii ki, uşaq olduğumuz zaman biz onları elə o qədər yaxşı dərk edə bilmirdik. Mən bir neçə dəfə, əlbəttə artıq böyümüşdüm, bir 10-12 yaşım olardı. Lelinakana indi Gümrüdür. Lelinakana gedib gələrdik biz elektrikçika ilə. O zaman bir yer var idi, Lelinakandan çıxdığımız zaman bütün ermənilər orada bütün söhbətləri kəsərdilər, nəsə lənət oxuyardılar. Nəsə deyərdilər ermənicə. Bəli, artıq hadisələr gəlib 1987-ci ilə çatdı və artıq bu ildən Azərbaycanlıların Qərbi Azərbaycandan 4-cü deportasiyası başlandı. Hansı ki, bu dalğa 91-ci ilə kimi, yəni sonuncu Azərbaycanlı oradan çıxarılana kimi davam elədi.
Ermənilər amansızlıqla azərbaycanlıları öz ata-baba yurdundan qovmağa başladılar. Bəs bu illəri siz necə xatırlayırsınız? Mənim anam və bacım, qardaşım orada yaşayırdı. Hələ deportasiya, zəlzələyə qədər deportasiya dövründə. Bayaq mən 1988-in avqust ayında getdim ora. Anam da mənə dedi ki, çox böyük risk eləmisən. Çünki gəldim Kirovakan'a, Kirovakan'dan getdim Qursalıya. Dedi ki, qorxuludur, niyə gəlmisən? Mən də dedim, yox ki, hər il yəni kəndə getməsəm elə bil məndə nəsə çatmırdı. Mütləq getməliydik hamımız. O zaman bir neçə gündən sonra mən anamla elə bil yenə gəldim Kirovakan'a, şəhərə gəldim, bəzi şeylər eləməliydik, alış-veriş. Mən orada bir neçə yerdə, deyim sizə, vağzalda və oranın univermağı var idi. Onun qabağında gördüm, televizor qoyublar. Televizorda demək film verirdi. O filmi mən tanıyıram. Filmin adı Dizori Miro, belə bir adı idi. 2 serial filmdir, erməni filmidir. Və bu erməni filmində, bilmirəm adını dəqiqdir, amma məncə belə olmalıydı. O filmdə Sovet dövründə çəkilməyinə baxmayaraq orada göstərirdilər ki, necə türklər gəlib Ermənistanda ya erməniləri necə qadınlarını, uşaqlarını öldürüblər. Demək, mən təəccüb elədim ki, o filmi 88-ci ildə həm vağzalda, həm də univermağın qabağında böyük televizor qoyub orada verirdilər, göstərirdilər. Və mən o zaman anladım ki, bu məsələ çox ciddidir və o filmə baxanda mənim, yəni öz içimdə bir insan olaraq onu eləyən insanlara qarşı təbii ki, düşmənçilik qalxır bir. Yəni öz uydurduqları yalanlara bizləri belə inandırmağa çalışırdılar ki, belə bir hadisə olub, amma əslində onlar sadəcə erməni təxəyyülünün məhsulu idi. Bəlkə o filmi tapa bilsəniz indi YouTube-da mı bilmirəm, ola bəlkə də bilər. O filmə baxsanız özünüz də hiss edəcəksiniz. Sovet dövründə çəkilmişdi. O filmi şəhərdə göstərirdilər. O zaman başa düşdüm ki, bizə qarşı bunlar propaganda aparırlar. Propaganda aparırlar və ona qədər mən anam deyirdi, bəlkə Gəncəyə köçdük, bəlkə Bakıya köçdük. Belə söhbətlər var idi, çünki qorxurdular şəhərə gedib gəlməyə. Mən deyirdim, yox ana, bizim kəndimiz çox gözəldir. Həmişə ermənilər deyirdi, türklərə baxın, kurortda yaşayırlar. Deyirdim, köçməyin, yox, heyifdir. Amma o zaman anladım ki, bu mütləqdir. Sonra hər zaman onlarla əlaqə saxlayırdım. Söyləyirdilər, deyirdilər ki, məsələn, ermənilər gəlir, deyirlər, bizi incidirlər, deyirlər, kənddən çıxın. Bu məsələlər var, amma biz çıxmaq istəmirik, yəni insanlar hara getsin? O zaman da bilirsiniz, sosial media yox idi, propaganda yox idi, gedib gəlmək o qədər çətin idi. Bakıya gəlsinlər, Rusiyaya getsinlər, yoxsa hara? Bu məsələlər var idi. Və çox düşünürdük ki, biz, əlbəttə anam deyirdi, bəlkə biz gəldik Gəncəyə. Belə söhbət var idi və bu zəlzələdən bir neçə gün qabaqda kəndə hücum etmişdilər ermənilər. Və anam anladır ki, çox dekabr ayı idi, çox soyuq idi. Buna noyabrın sonunda yox, ermənilər hücum etmişdi və bacım, qardaşım, anam yalnız evin dokumentlərini, evdən öz adlarına olan dokumentləri götürüb meşəyə qaçmışlar. Meşədə anam anladır ki, yarım metrdən çox qar var idi. O soyuqda hamımız orada, nənəm, hamısı orada, yəni qadınlar və uşaqlara söyləmişlər ki, gedin siz orada gözləyin. Amma təbii ki, gənclər və kişilər kəndi qorumuşdular. Və ermənilər də hücum elədiklərinə baxmayaraq qayıtmışdılar. Biz bir neçə dəfə Almaniyada yaşayan Qərbi Azərbaycanlılardan müsahibə götürmüşük və bu xüsusda yəqin ki, Almaniyada yaşayan Qərbi Azərbaycanlıların sayı kifayət qədərdir. Bəs siz xüsusi günlərdə rəsmi və ya qeyri-rəsmi görüşlər təşkil edirsinizmi? Geri dönüşlə bağlı planlar qurursunuzmu? Belə bir rəsmi qurum yoxdur, amma dediyiniz kimi burada Qərbi Azərbaycanlılar çoxdur və görüşürük. Mütəmadi olaraq yox, amma görüşürük. Rəsmi qurum deyil. Rəsmi yalnız keçən il Əziz Ələkbərli və bir dənə də deputat var idi.
onlar Qərbi Azərbaycan icmasının üzvləri gəldilər. Burada Berlində bir görüş keçirdik. O yalnız Berlin şəhərində olduğuna baxmayaraq bütün Almaniyanın başqa yerlərindən də Azərbaycanlılar, Qərbi Azərbaycanlılar gəlmişdi, görüşdük. Təbii ki, çox gözəl idi. Hətta Fransadan belə gəlmişdilər. İnsan o xatirələr, o keçmişdə olanları xatırlayır, o haqqda danışır. Nələrimiz var idi, nələri itirdik biz. Çox istəyirəm gedim. Bir dəfə kəndə gedim. Nəinki Kirovakana, Spitaka, o dağları, ya indi kənd bildiyim qədər dağılıbdı. Orada indi ermənilər yaşayır və dəyişiblər bütün. Amma təbii ki, o meşələr, o dağlar, o bulaqlar hələ var. Və onu da hər bir insanın doğulub böyüdüyü yeri görmək arzusu çox böyükdür. Hətta deyirəm ki, belə 70 yaşında olsa, mən bir gün gedib oranı görəcəm. İnşallah bu artıq tarixi ədalətin bərpa olunması mənasına gələcək. Yəni Qərbi Azərbaycanlılar, Qərbi Azərbaycan kökənli şəxslər öz dədə-baba yurdlarına gedib görə, orada yaşaya, qurub yarada biləcəklər. Bu tarix əminik, inanırıq ki, çox uzaq gələcəkdə deyil. Çox sağ olun Nəzirə xanım. Siz də sağ olun, sizə uğurlar arzulayıram. İnşallah bir gün o torpaqlarda görüşərik. İnşallah. Belə. Siz də sağ olun hörmətli tamaşaçılar. Gələn buraxılışlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.